Salam, biyoloji dersinə xoş gəldiniz. Bugünkü dərsimizin mövzusu həzm sistemidir. Dərsə başlamazdan öncə bir elan vermək istəyirəm ki, yeni tədris ilinin başlaması ilə əlaqəli olaraq mövzu izahları paylaşmağı düşünürəm. Bu mövzular 11-ci sinifdən və paralel olaraq 6-cı sinifdən olacaq. Həmin mövzulara aid test izahı verməmişəmsə, test izahı paylaşaram və həmin bölmələr bitdiyi zaman bölməyə aid 20 suallıq sınaqlar hazırlayacağım ki, bunlar həm link şəklində bunu qoymağı düşünürəm, həm də izahlı şəkildə istəyən linkə daxil olub özünü yoxlaya bilər. Belə, əgər çevrənizdə 4-cü qrupa hazırlaşacaq abituriyentlər varsa 8, 9, 10, 11-ci sinif şagirdləri və yaxud MİQə və ya sertifikasiyaya hazırlaşacaq müəllimlər varsa onlarla paylaşa bilərsiniz. Belə, öncədən təşəkkür edirəm. Başlayım dərsimizə. İlk mövzumuz qida maddələri və həzm orqanlarıdır. Yediyimiz qidaların tərkibində hansı maddələr var, onlarla tanış olaq. Qidalarımızın tərkibində bilirik ki, su var, mineral duzlar var, karbohidratlar, zülallar, yağlar, vitaminlər vardır ki, bunların miqdarı qidadan qidaya görə dəyişir. Zülallarla başlasaq, zülalların orqanizm üçün nə kimi faydası var? Orqanizmin böyüməsini, inkişafı, yaraların sağalması, saçların uzanması, mikroorqanizmlərə qarşı müqavimət bu kimi prosesləri həyata keçirir. Eyni zamanda inşaat materialıdır. Zülallar lazım gəldikdə isə enerji mənbəyi rolunu oynayır. Əsasən kitab üzərində izah edirəm, çünki bəzən sırf kitab cümlələri də imtahana düşür və yaxud sırf kitabdakı şəkillər düşür. Ona görə də elə sırf kitab üzərində izah eləməyə çalışdım ki, yəni daha səmərəli olsun, belə deyək. Burada böyümə inkişafı başa düşürük, yara sağalmasını başa düşürük. Mikroorqanizmlərə qarşı müqavimət necə ola bilər? Biz bilirik ki, qanımızda antitellər var ki, yəni bir misal söyləyim, bu antitellər tərkib olaraq zülaldır və qanımıza yad cisim daxil olduğu zaman həmin o antitellər onları zərərsizləşdirir. Bu, onların, yəni zülalların müqavimət funksiyasıdır. İnşaat materialı bizim deməli, hüceyrə quruluşumuz, yəni hüceyrəmizin qurulmasında zülalların önəmli rolu vardır. Eyni zamanda məsələn saçlarımızın tərkibi, dırnaqlarımızın tərkibi, dərimizin tərkibində zülallar yəni o qurulmasında böyük rol oynayır. Enerji mənbəyi olaraq 1 qram zülal parçalandığı zaman 17-16 kilojul enerji ayrılır. Zülallar nədə çoxdur? Ət məhsullarında, qırmızı ət və yaxud ağ ət olsun, balıq əti, toyuq əti, paxlalı bitkilərdə, noxud, lobiyada, soyada, mərcidə çoxdur və süd məhsullarında çox olur. Yağlara gəlsək, yağlar orqanizmin ehtiyacı olduqda enerji mənbəyi rolu oynayır. Yağın oksidləşməsi zamanı su əmələ gəlir. 1 qram yağdan 1,1 qram su əmələ gəlir və 1 qram yağ parçalandığı zaman 38,9 kilojul enerji yaranır. Yağlar artıq olduqda, yəni bədəndə çox olduqda toplanaraq bir ki, pi əmələ gətirir ki, bu çəki artımına səbəb olur. Yağlar duru və bərk halda olur, yəni bitki və heyvani mənşəli yağlar olur. Karbohidratlar əsas enerji mənbəyidir. Orqanizmimiz bilavasitə enerji kimi birinci karbohidratdan istifadə edir. Əgər karbohidrat çatmazsa, o zaman yağlardan, yəni o ehtiyat halında toplanmış yağlardan istifadə eləyəcəkdir. Məsələn, baxmısınız diyetaya girən insanlar birinci nə eləyir? Çörək kəsir ya şirniyyatı saxlayır. Yəni orqanizmə karbohidrat girmədiyi zaman o enerji kimi nədən istifadə eləyəcək? Orada toplanmış olan pi halında yağlardan və yağlar istifadə olunduqca baxırız ki, həmin insanlar arıqlayırlar. Belə karbohidrat nədə çoxdur? Baxırıq, əsasən dənli bitkilərdə karbohidrat çox olur. Burada məsələn taxıl bitkilərindən biz baxırıq ki, undan hazırlanmış çörək var, makaron var və yaxud çəltikdən alınan düyü var. Kartof təbii ki, dənli bitki deyil, amma tərkibində karbohidrat çoxdur. Qidalarımızda olan qeyri-üzvü maddələr, su çox önəmli rola malikdir, su həll edicidir. Reaksiyanın getməsi üçün mühit rolu oynayır. Deməli, orqanizmdə maddələri daşıyır, istiliyi tənzim edir. Bədənimizin təqribən 3/2 hissəsi sudur.
Mineral duzlar eyni zamanda nə funksiya yerinə yetirir? Tənzimləyici funksiya daşıyır, sümükləri möhkəmləndirir, yenə yaraların sağalmasına kömək edir. Zülallarda da yadınıza gəlsə bu cümlə keçirdi. Orqanların rahat işləməsini tənzim edir. Bir neçə misal göstərim. Məsələn, maqnezium elementi sinir sistemimizin normal işləməsini tənzimləyir. Dəmir elementi oksigeni daşıyan hemoqlobin zülalının tərkibindədir, önəmli rola malikdir. Məsələn, kalium elementi qanın laxtalanma prosesində önəmli rola malikdir. Olmasa qan laxtalanma həyata keçmir. Belə həzm sistem ardıcıllığımıza gəlsək, həzm sistemimiz həzm kanalı və həzm vəzilərindən ibarətdir. Həzm kanal ardıcıllığımız ağızla başlayır. Udlaq, qida borusu, mədə, mədədən sonra nazik bağırsaq, ondan sonra yoğun bağırsaq anusla başa çatır. Həzm vəzilərimiz həzm kanalından kənarda yerləşən vəzlər, bunlara qaraciyər, mədə altı vəzi və ağız suyu vəzləri aiddir. Həzm kanalının daxilində yerləşən vəzlərə misal olaraq mədə vəzləri, mədə divarlarının içərisində yerləşən və bağırsaq vəzlərini misal göstərə bilərik. Burada məsələn həmin o ardıcıllıq göstərilib ağız, udulaq, qida borusu, mədə, bağırsaqlar və anal dəliklə başa çatacaqdır anusla. Ağızda həzmlə başlayaq. Ağız boşluğunda həzm. Ağızda biz bir ki qida həm mexaniki, həm də kimyəvi dəyişikliklərə məruz qalır. Dişlər tərəfindən qida xırdalanır, çeynənir, ağız suyu ilə islanır. Dişlərə baxsaq, diş hansı hissələrdən ibarətdir? Dişlər 3 hissədən əsasən ibarət olur. Dişin kök hissəsi yerləşir çənə sümüyündə və nə ilə əhatə olunubdur? Sementlə. Bu bir qəbul sualı idi əvvəlki illərin. Hansı toxumada biz sementə rast gəlirik? Birləşdirici toxumada. Nəyə görə? Çünki sümük birləşdirici toxumaya aiddir. Dişin kök hissəsi bizim neçə sümüyümüzdə bəs diş kökü yerləşir? 3 sümüyümüzdə 2 üst çənə sümüyü, 1 alt çənə sümüyü. Sonra dişin boyun hissəsi, diş boynu diş əti ilə əhatə olunmuş hissəsidir və ağzımızda görünən dişin ağ hissəsi diş tacı adlanır ki, mina qatı ilə örtülmüşdür. O dişləri xarici təsirlərdən qoruyur. Diş özəyini biz görürük. Deməli, özəkdə nə var? Qan damarları və sinirlər var ki, qan damarları dişlərin qidalanması, oksigenlə təmin olunmasını tənzimləyir. İnsan doğulduğu zaman dişsiz doğulur. 6-7 aylığında süd dişləri çıxır. Süd dişləri hər çənədə 4 kəsici, 2 köpək, 4 kiçik azı dişi olur ki, bunların ümumi sayına indi baxaq. Süd dişlərimizin sayı 20 ədəd olur. Bunlar hansılar oldu? 8 kəsici, 4 alt çənə, 4 üst çənələrdə, 8 kəsici diş, 8 kiçik azı dişi. Deməli, bizim kəsici dişlərimizlə kiçik azı diş sayımız bərabərdir. Bunlar da 4 alt çənə, 4 üst çənələrdə yerləşir və 4 ədəd bizim köpək dişimiz olur. İlk 2 hərfini yazdım. Deməli, ikisi alt çənə, ikisi də üst çənədə yerləşir. Bunlar oldu cəmisi 20 dənə süd dişimiz. 6-12 yaşlar arasında süd dişləri daimi dişlərlə əvəz olunur. Daimi dişlərin tərkibinə nə daxildir? Həmin o 20 dənə süd dişi yenidən çıxır və üstünə böyük azı dişləri də çıxmış olur. Yəni 20 süd dişi yenidən çıxdı, plus 12 dənə də böyük azı dişləri. Bu böyük azı dişlərinin deməli 8-i 6-12 yaş arasında çıxır. Qalan 4 dənəsi isə 16 yaşdan sonra çıxır. Bu dişlər, bu 4 diş adlanır nə dişləri? Ağıl dişləri. Deməli, bizim süd diş sayımız oldu 20, daimi diş sayımız oldu 32. Yəni, yetkin insanda neçə diş olmalıdır normal halda deyə soruşarsa, 32 diş olmalıdır. Və yaxud məsələlərdə bu tipli testlər də olur. Məsələn, deyək ki, 14 yaşlı uşağın neçə dişi olmalıdır? Normal halda biz bilirik ki, 16 yaşa qədər bu insanın neçə dişi olur? 20 dənə süd diş təkrar çıxdı. Üstünə də 8 dənə diş çıxmış oldu ki, neçə oldu? 28 dənə diş. Deməli, 14 yaşlı uşağın 28
28 dişi olar və yaxud ümumi normal insanın 32 dişi olmalıdırsa, biz bilirik ki, bunun 4 dənəsi 14 yaşlı uşaqda hələ çıxmaz. 32-dən 4 çıxarıq, olacaq 28. Bu şəkildə də tapa bilərik. Və yaxud 22 yaşlı bir insanın normal halda neçə diş olmalıdır? 32 diş. Artıq 16 yaşı keçdiyinə görə bunun bütün dişləri çıxmalıdır. Bəzən bu tip suallar da olur. Məsələn, deyilir ki, ontogenez dövründə bir insanın neçə dişi olmalıdır? Bunu necə hesablayarıq? Bəs ontogenez nə deməkdir? Ontogenez insanın mayalanma anı, yəni ana bətnə düşən anından ta ölənə qədər olan dövrüdür. Bu dövrdə bu insan nə qədər dişi oldu? 20 dişi çıxdı, bunlar sonra töküldülər. Sonra təkrar 32 diş əmələ gəldi. Yəni bunları cəmləyirik, olur neçə? 52. Deməli, bir insanın ontogenez dövründə neçə dişi ola bilər? 52 dənə dişi olacaqdır. Dişlərimizi qorumaq üçün nələr etməliyik? Burada yazılır. Bunları bir daha oxumayım. Keçək dişlərimizin qonşuluğuna. Hansı diş hansı dişlə qonşudur və yaxud deyil. Məsələn, bu da önəmlidir. Burada biz qırmızı rəngdə gördüyümüz kəsici dişlərimizdir. Burada ümumilikdə diş sayı 20 ədəddir. Burada süd dişlərinin tərkibi verilmişdir. Böyük azı dişləri göstərilməyib. Deməli, kəsici dişlərimiz, məsələn, ortadakı kəsicilər hər iki tərəfdən öz diş növü ilə, yəni kəsici dişlə qonşudur. Amma kənarda, yanlarda yerləşən kəsicilər bir tərəfdən öz diş növü ilə, digər tərəfdən köpək dişi ilə qonşudur. Yəni bizə desək ki, kəsici dişlər öz diş növü ilə qonşu ola bilər, bəli, ola bilər, amma hamısı yox, təbii kənarlardakılar xeyr. Köpək dişi heç bir zaman öz diş növü ilə qonşu ola bilməz. O bir tərəfdən kəsici dişlər, digər tərəfdən kiçik azı dişi ilə qonşu olacaqdır. Kiçik azı dişlərimizə baxsaq, kiçik azı dişlərimiz bir tərəfdən köpək dişi ilə, digər tərəfdən öz diş növü, yəni kiçik azı ilə qonşu olacaq. Digər kiçik azı isə bir tərəfdən yenə kiçik azı, digər tərəfdə burada böyük azı dişi gəlməlidir. İndi o böyük azı olanlara da baxaq. Məsələn, burada biz böyük azı dişlərimizə bu üçü böyük azı dişimizdir. Sonuncu dişlər ağıl dişləridir bunlar. Böyük azı dişlərimiz də kəsici dişlər kimi öz diş növü ilə qonşu ola bilər. Ortadakı böyük azı hər iki tərəfdən öz diş növü ilə qonşudur. Amma kənardakılar, məsələn, bu böyük azı dişi bir tərəfdən kiçik azı ilə, digər tərəfdən böyük azı ilə qonşudur. Ağıl dişi isə onsuz sadəcə bir tərəfdən qonşu ola bilər. O da öz diş növü ilə yalnız. Belə dişlərimizin qonşuluğu bu şəkildədir. Ağız boşluğunda kimyəvi həzmlə davam edirik. Deməli, ağızda bilirik ki, dilin çox böyük rolu vardır. Dil qidanı dişlərin altına itələyir, çevirir və budlağa doğru yönləndirir. Dil eyni zamanda qidanın dadını hiss edir, keyfiyyətini müəyyənləşdirir. Biz bilirik ki, dilimiz eninə zolaqlı əzələdən təşkil olunmuşdur. Dilin üzərində qidanın dadını, temperaturunu müəyyən edən reseptorlar var. Dilin ön hissəsində şirin, yanlar turş və duzlu, dilin arxa hissəsində isə acı hissini müəyyən edən reseptorlar var. Eyni zamanda dilin arxa hissəsində udma refleksini həyata keçirən reseptorlar var. Ağız suyu vəzilərimiz 3 cüt iri ağız suyu vəzisi var. Bunlar və çoxlu xırda ağız suyu vəziləri var. Ağız suyu vəzilərimiz çənə altı, dil altı və qulaq yanı iri ağız suyu vəzilərimiz bunlardır. Bunların hazırladığı selikdə nə olur? Fermentlər olur ki, bu fermentlər yalnız karbohidratları kimyəvi dəyişkənliyə uğradır. Yəni, qidadakı, bayaq da baxdıq, zülallar, yağlar ağız boşluğunda dəyişkənliyə məruz qalmır. Kimyəvi dəyişkənliyə məruz qalmır. Ağız boşluğunda mühit zəif qələvidir. Qida eyni zamanda ağız boşluğunda sürüşkən hala gətirilir. Həmin bu ağız suyu vəzilərinin ifraz etdiyi selikdə mutsin adlı maddə var ki, mutsin qidanı sürüşkən eləyir və lizosim adlı maddə var ki, o da ağız boşluğunda qidalardakı o bakteriyalara öldürücü təsir göstərir.
Mədədə həzmə keçməzdən öncə, ilk öncə həzm prosesi artıq ağızda başlandı. Həzm prosesi hansı istiqamətlərə bölünür, onlara bir nəzər yetirək. Dedik, ağızda kimyəvi və mexaniki həzm olur. Mexaniki həzmi ağızda dişlər yerinə yetirdi. Kimyəvi həzm isə fermentlər yerinə yetirir. Kimyəvi həzm özü hüceyrə xarici boşluq həzmi də deyə bilərik buna. Membran həzmi və hüceyrə daxili həzmə bölünür. Hüceyrə xarici membran, daha doğrusu boşluq həzmi ağızda, mədə boşluğunda, bağırsaq boşluğunda, yəni bu hissələrdə ola bilir ki, bu zaman qidalar kiçik hissələrə parçalanır fermentlərin təsiri ilə. Membran həzmi nazik bağırsaqda olacaq. Bağırsaq xovlarının iki xov arasına qida sığışdığı zaman, bu zaman xovların divarındakı fermentlərin hesabına qida daha kiçik hissələrə parçalanır ki, bu zaman sorulma prosesi baş verə bilir. Hüceyrə daxili həzmi isə artıq qidalar hüceyrə daxilinə keçdikdən sonra hüceyrə daxili həzm baş verə bilər. İndi isə keçək mədədə həzmə. Ağızdan sonra qida bilirik ki, udlağa ötürülür. Udlaq ağız boşluğu ilə qida borusunu əlaqələndirir. Eyni zamanda burun boşluğu ilə nəfəs borusunu əlaqələndirir. Yəni bizim həm ağız boşluğumuz, həm burun boşluğumuz hara açılır? Udlağa açılır. Udlaqdan sonra dedik qida borusuna gəldi. Qida borusunun içərisi seliklə örtülüdür və qidanın asan bir şəkildə mədəyə doğru itələnməsini, sürüşüb düşməsini tənzimləyəcəkdir. Qida borumuz döş boşluğunda və qarın boşluğunda müəyyən hissəsi yerləşmiş olur və diafraqmanı deşərək, məsələn deyək ki, burası diafraqmadırsa, biraz əyri çıxdı. Bu diafraqmadırsa, qida borusu diafraqmanı deşərək keçir hara? Qarın boşluğuna. Deməli, qida borumuz iki boşluqda, döş və qarın boşluqlarında yerləşə bilir. Bu ilki qəbula düşmüş, belə deyək də, sualların birisi. Və mədəyə gəldik. Mədə bizim həzm sisteminin ən geniş şöbəsidir. Qarın boşluğunda yerləşir, diafraqmanın altındadır. Tutumu 0,5 litrdən 3-4 litrə qədər olur. Üzəri birləşdirici toxuma ilə örtülüdür. Onun alt hissəsində, birləşdirici toxumanın altında saya əzəllər olur. Saya əzəllər 3 istiqamətdə, uzununa, eninə və köndələn istiqamətdə yerləşir ki, bu əzəllərin yığılıb boşalması sayəsində mədədəki qida həzm şirəsi ilə daha yaxşı qarışa bilsin. Mədənin iç divarları isə vəzli epitelidən təşkil olunmuşdur. Bunlar 3 istiqamətdə şirə ifraz edirlər, daha doğrusu 3 istiqamətdə maddə hazırlayır. Deməli, ferment hazırlayan hüceyrələr var burada, selik hazırlayan və xlorid turşusu hazırlayan. Xlorid turşusu nə iş görür? Xlorid turşusu mədədə turş mühit yaradır, mədə şirəsindəki fermentləri aktivləşdirir və deməli, bakteriyalara öldürücü təsir göstərir. Selik nə funksiya yerinə yetirir? Selik mədə divarlarını xlorid turşusu təsirindən və fermentlərin təsirindən qoruyur. Fermentlər bəs hansı fermentlərdir? Mədəmizdə pepsin, hemozin, lipaza fermentləri var ki, pepsin zülalları parçalayacaq, hemozin süd zülallarını, lipaza isə süddəki yağları parçalayır. Yəni bizim mədəmizdə deməli qidanın tərkibində olan zülallar və süd yağları parçalana bilər. Heyvani mənşəli yağlar, yəni bitki mənşəli yağlar və karbohidratlar mədədə həzmə məruz qalmır. Yəni kimyəvi həzmə məruz qalmazlar. Mədə şirəsi sutka ərzində 2-2,5 litrə qədər ifraz oluna bilir. Qida mədədə qalır 4-8 saata qədər. 4-8 saatdan sonra qida hissə isə nazik bağırsağa ötürüləcək. Burada büzücü sfinktor var ki, bu açılaraq nazik bağırsaq. Nazik bağırsağın mədə ilə birləşən hissəsi adlanır 12 barmaq bağırsaq. 12 barmaq bağırsağı, yəni nazik bağırsağın nəyin axarları açılır? Qaraciyərin və mədə altı vəzin. İndi nazik bağırsaqla davam eləyək. Bizim həzm sisteminin ən geniş şöbəsi oldu mədə.
Ən uzun şöbəsi isə nazik bağırsaqdır. Bunun uzunluğu 7-8 metr, diametri 3 santimetrə qədər olur. Deməli, nazik bağırsaq dedi. Birinci hissəsi 12 barmaq bağırsaq, sonra acı, sonra da qalça bağırsaq gəlir. Onun hissələri. Nazik bağırsaqda demək olar ki, həzmin 80-90% baş verir və burada eyni zamanda bayaq biz danışdığımız membran həzmi də baş verir. Nazik bağırsağın içərisində xovlar var ki, bunlar xovlardır. Hər kvadrat santimetrə 2500-ə qədər xov düşür və bu xovların ikisinin arasına artıq qida sığışdığı zaman burada artıq onların ifraz etdiyi şirənin sayəsində yenə də həzm baş verir ki, buna biz membran həzmi dedik və qidalar artıq bu xovların içərisində nə görür? Qan kapilyarları. Qana artıq qidalar sorula bilir. Xovlar tək qatlı epitelidən təşkil olunmuşdur. Eyni zamanda qan kapilyarı da tək qatlı epiteliyə malikdir. Məsələn, bizə desə ki, deməli, qida hissəciyinin bağırsaqdan qana keçənə qədər neçə dənə hüceyrə divarını keçmiş olacaq? 2 dənə. Bir xovun divarı, o bir qatdan ibarətdir və qan kapilyarı da bir qatlı epitelidən ibarətdir. Qana birbaşa sorulur amin turşuları, sadə karbohidratlar, ondan sonra vitaminlər, su, amma yağların parçalanma məhsulu olan gliserin və yağ turşuları birbaşa qana deyil, birinci limfaya sorulacaq ki, sonra limfa sistemi vasitəsilə qayıdacaq qan dövranına. İndi biz danışaq deməli qaraciyərin və mədə-altı vəzin funksiyalarından. Dedik ki, bunların axarları açıldı nazik bağırsağa. İlk öncə ödün funksiyalarına baxaq. Deməli, öd nə kimi funksiyaları yerinə yetirir? Nazik bağırsaqda yağların həzmini asanlaşdırır. Öd deməli nə elədir? Onu sizə göstərim. Öd yağları, iri yağları kiçik yağ damlalarına parçalayır. Bu mexaniki həzmdir. Yəni, bəzən şagirdlər götürür ki, öd yağı parçalayır, bu da kimyəvi həzmə aiddir. Xeyr, baxın, bu 10-cu sinif kitabıdır. Burada yazır mexaniki həzm. Həmin o kiçik yağ damlalarının da yağ turşusu və gliserinə qədər parçalanması isə lipazanın təsiri ilə bu mədə-altı vəzin fermentidir. Bu isə kimyəvi həzmə aiddir. Ödün funksiyalarına qayıtsaq, ödün hansı funksiyaları var idi? Dedik, yağların həzmini asanlaşdırır, A, D, Y, K vitaminlərinin sorulmasını asanlaşdırır. Bu vitaminlər də yağda həll olan vitaminlərdir. Zərərli maddələri xaric edir, bağırsaqların işini sürətləndirir, hərəkətini aktivləşdirir, zərərli bakteriyaların fəallaşmasının qarşısını alır, bunu xlorid turşusu da yerinə yetirir, mədədən gələn turş qida horrasını neytrallaşdırır. Belə bu funksiyaları yerinə yetirdi ödümüz. Mədə-altı vəzinin fermentləri bəs nə funksiyaları yerinə yetirir? Mədə-altı vəzimizin tripsin, amilaza və lipaza bizə bu əvvəlki kitablarda verilən ferment adlarıdır ki, tripsin deməli zülalları amin turşularına, amilaza karbohidratları sadə karbohidratlara parçalayır, lipaza isə yağları gliserin və yağ turşularına parçalayır. Bundan sonra isə həmin maddələr artıq bağırsaqlardan qana sorulacaqdır. Burada ödün funksiyalarından mədə-altı vəzin şirə ifrazını, daha doğrusu mədə-altı vəzin fermentlərinin işini fəallaşdırır. Bu aşağıda yazılmamışdı, ona görə bunu da göstərmək istədim. Artıq deyək ki, qana soruldu qida maddələri və həmin o qan hara gedəcək? Yəni bağırsaq venası, bağırsaqdan çıxan qan ilk öncə gəlir qaraciyərə və qaraciyərdə nə baş verir? Qaraciyərimiz qandakı o lazımsız zərərli maddələri zərərsizləşdirir və qanda olan glikoza artığını glikogenə çevirir. Heyvani nişası ehtiyat halına salır. Qanda hər zaman şəkərin miqdarı sabit olur. Biz gün ərzində o qədər karbohidrat qəbul eləsək belə, qanda şəkərin miqdarı sabit olması deməli səbəbi nə oldu? Qaraciyərin həmin o şəkəri ehtiyat halına salması. Sonra yoğun bağırsaqlara baxaq. Yoğun bağırsaqlarımız
Yoğun bağırsağımızla davam edək. Deməli, yoğun bağırsağımız kor bağırsaq, bu apendiks çıxıntısıdır. Çəmbər bağırsaq və düz bağırsaqdan ibarətdir ki, yoğun bağırsaqda hansı proseslər baş verir? Demək olar ki, suyun çox hissəsi yoğun bağırsaqdan qana keçir. Mineral maddələr, alkoqol, bəzi vitaminlərin sorulması burada baş verir. Sonra selülozanın bakteriyal parçalanması yoğun bağırsaqlarda baş verir. Bizim bağırsaqlarımızda bilirik ki, bəzi bakteriyalar var ki, onlar bizimlə simbiyoz şəkildə yaşayır. Hətta test toplusunda bəlkə görmüsünüz bu tipli suallar. İnsanla yeganə simbiyoz yaşayan canlı, bunlar bağırsağımızda yaşayan bakteriyalardır ki, onlar bizim üçün həm bəzi KB qrup vitaminlər sintez edir, həm də selülozanın parçalanmasını təmin edir və qida qalıqları anusa doğru istiqamətlendirilir və buradan sonra isə bilirik ki, xaricə çıxarılır. O da bağırsağın yığılması sayəsində baş verəcəkdir. Belə, bugünlük bu qədər. Sağ olun.